Allah rəhmət eləsin. Hacı bəy başda olmaqla bütün o nəsildən dünyasını dəyişənlərə. Burada Hacı bəyin evinin qalıqlarından. Allah hər birinə rəhmət eləsin. Məhəmməd babama, atama, əsgərəmə, bütün dünyasını dəyişənlərimizin Allah hamısına rəhmət eləsin. Allah bu kəndimizdən dünyasını dəyişənlərin hər birinə rəhmət eləsin. Ondan qalan evlərdir. Əsgərimin, bu bəylərin varisi Elnur müəllimlə gəlmişəm. Ziyarət elədik bizim evi, məhləni. İndi babam gəlin evin. Bax belə. Bax belə həyat baca bu boyda həyatdan bircə qırıq qalıq. Heç nə də yoxdur. Heç nə. Bura orta zabor idi. Burada Şahmar əmgilin evi idi. Şamaxıl əmgilin. Allah rəhmət eləsin hamısına. Bax. Belə. Nə deyim? Ziyarət elədik şükür günkü günə. Allah sağlıqlı eləsin, salamatçılıqla da gedək. Babamın da qəbrin, İskəndər əmin qəbrin ziyarət eləyək. Oradakı şəhidlərimizi, dünyasını dəyişənlərimizin hamısını ziyarət eləyək gedək. Bax bura hamısı uşaqlığımız hər bir detalına dolu. O qara atdı nömrənin. Buradakı Addamaş. Səfərin həyətinə keçən burada Addamaşımız var idi. Səfərin uçuq evə. Allah rəhmət eləsin. Bura Cəmil dayının evi. Cəmil dayının evi. Gözəl qonşularımız. Mən indi bildim. O uşağı getmək lazımdır. Buradan yenə bizim evin aralı görüşü. Evimizin aralı görüşü. Gəl, indi oradan göndərdim. Səfərin evi. Yenə uçuq ev. Var olasan, hörmətli olasan qadınam. Sağ ol. Uçuq ev. Uçuq ev. Bildim. Deyir, daşların hamısını söküblər. Əsas o qapının bacanın söküblər başlarını, deyir, əsas daşları. Deyir, Əsgəram günün evi. Elnur günün evi. Bu da Namik günün evi. İlyas dağının. Allah rəhmət eləsin hər birinə. Ruhları şad olsun. Qaqa, bura Elnur. Namik gəlin evdir, Yusuf dilin. Ata evli, İlyas dağındır. Bax evləri, bu pəyələri, bu hasarları. Bu da bizim yolumuz. Elnur, həmin yol. Buradan gəlib keçirdiniz, bax, Börükcan yəyə. Bax, bizim təndirimizin yeri Elnur, deyə buralar idi bizim. Deyə oralar. Maktərdən ötər. Görmüş yolu. Deyə təndirimizin yeri Elnur, buralar idi. Belə. Bu bizim evin arxa tərəfidir. Arxa tərəfi, bax. O baş tərəfi. Bax, belə. Buradan qonşu Yusuf'un həyəti. Yusuf'un evinin yeri. Allah düşmənə lənət eləsin. Ağzı belə o dərə. Bura ağalar qonşumun, gözəl qonşumun evi. Evinin yeri daha doğrusu. Çox haqqı dəhşətdir. Allah düşmənə lənət eləsin. Ora Qaçay dayının evi. Bu Tahir dayının evi.
o tərəf Əli Xanaoğlan dayının oğlu. Xan dayının oğlu Əlinin. Əliyev qonşunun. Onun evi. Burada Silyan müəllimin, Aslan müəllimin, burada da Məhəmməd Aygillərin evidir. Bu da Sərvazın evidir dəsən. Həmdullah Daygilin evi. Aşağıki Təvəkkül Daygilin evi. Bu da bizim ev yenə. Bu evin arxası. O da Cəmil Daygilin evindən qalır. Bu evimizin arxası. Baş tərəfi. Bura çiyələkliyin yeri. Bu da belə evimizdən qalan şeylər. Evin qabağı. Bu zalı bütöy götürüblər 16 metrlik. Oradan 2 dənə otağın şeyləri qalıb. Bütöy götürüblər qabağın. Belə. Başqa da heç nə deyil. Aşağıki hamısını söküblər. Bütöy aşağıki padval yoxdur. Qabaq bütöy yoxdur. Bu pilləkənimizin yeri. Bu heyvanlarımızın yeri pəyəmiz. Bu da qabaq padval. Üstü yoxdur. Bu da pilləkənimizin yeri. Neyse, Allah ata ruhunu şad eləsin. Gəldim yenə, gördüm. Qismətimiz buymuş. Oldu. Orada Elnur da gözləyir. Mən də qaçım. Bir dənə burada ləyənimiz var. Ləyənimiz. Heç nə. Bu da değişti obalarımız. Oldu. Söküblər Elnur. Bu qabaqda artımıydı. Böyük. Bütün söküblər. Bu alt evin şeyidir. Bir dənə. Oradan arxa evə giriş var idi. Babamın şeyiydi ora. Ambarı. Meyvəniz adı oraya yığırdı. Üst evlərdi. Babam gül olan ev buydu. Həmin ev ortaq. Yuxarıcı. Yəni buradan da qabağından keçid var idi artırma. Keçirdi sizin evə. O biri yuxarı. Aşağıda aşpazxana, o şeydi, pəyənizdir. Ondan qalan. Evvel dizimiydi, sonra biz köşk getdiyi anan diye bak, arka pencere. Alt ev oldu. Evvel biz bak bu alt evde olurdu içeride. Alt ev oraydı. Allah canı sağ eləsin. Gəldin ziyarət elədin. Allah rəhmət eləsin. Hacı bəy başda olmaqla o ocaqdan köçənlərin hamısına. Burada Şahbəyən. Həmin uşaqlarında. Bu da Hacı bəy nəslinin hamısı. Bax belə.
Namık. O mühafizə rəisi. Çıxmışam sizin hasarın üstünə. Gəlsinlər o. Bax bu eviniz qaqa. Bura tölə. Ora eviniz. Orada deyə o çən dediyin, yadıma düşdü deyə. Arkadakı. Bax bu da həyətiniz. O da bizim evimiz. Bu da Səfərin evi, Oçuq evi. Həmişə oynayırdıq dava. Bax burada o bizdən gedən yol. Allah rəhmət eləsin. Atana da, anana da. O qədər buradan girirdik. Girib çörək qazanın yerində bilirdi, yadındadır. Burada üzümlüyünüz idi. Girirdik. Hayf. Allah rəhmət eləsin hər birinə. Yenə biz gecikdik, o tərəfdə gözləyirlər. Zəh vurdum, sağ çatmadı. Oldu. O da Təvəkkül dayıgilin evləri, Həmdullah dayıgilin. Saif dayıgilin evləri. Rustam dayıgil. Əsgər əmgilin evi. Mələk xalagil. Burada Səfərin evi. Oldu. Üzürü sahib gedəsi olduq da. Çəkir. Xanlar dayıgilin evidir, qonşumuz. Allah rəhmət eləsin. Mələkə xalaya da, Xanlar daya da. Bax o evlərdir, o böyründəki pəyələri idi. Evdən qalan budur da. Bura həyətləri idi. Orada Habilgilin evidir. Bura Şəmsəddin dayıgilin. Bax Xanlar dayıgilin evindən qalan bu da. Allah rəhmət eləsin. Yerləri cənnət olsun. Gözəl qonşular. Heyf. Ağzı belə də bir götürməklənilmir. Öz evim, sənin evin yeri. Allah rəhmət eləsin hamısına. Heyf, adam ürəyi parçalanır.